Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyəti ləğv edilir. Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dağ mədən və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncamda əksini tapıb. Sərəncama əsasən Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin Azər Alüminium Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsi təmin ediləcək. Həmçinin Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyəti kreditor borclarının habelə dövlət təşkilatlarına olan və Azərbaycan Alüminium Səhmdar Cəmiyyətinin idarə etmək hüququna dair müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görməli, vergi məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir. Maliyyə Nazirliyi Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyəti ləğvi nəzərə alınmaqla Azərbaycan Alüminium Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiq edici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edəcək.